27 sentyabr Azərbaycanda anım günüdür. 2020-ci ildə Azərbaycan ordusu Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə başladığı bu haqq savaşında tarixi qələbə qazandı. Torpaqlarımız işğaldan azad olundu. Məhz bu günlə əlaqədar olaraq qazilər, şəhid ailələri və dövlət rəsmiləri Zəfər Parkını ziyarət edirlər. Anım günü münasibəti ilə Zəfər Parkını baş nazir Əli Əsədov, Azərbaycan Respublikasının prezidentinin administrasiyasının rəhbəri Samir Nuriyev, baş prokuror Kamran Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Müdafiə Nazirliyinin şəxsi heyəti ziyarət ediblər. Media nümayəndələrinə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli bildirib ki, bu günün Azərbaycan tarixində xüsusi yeri var. Vətən müharibəsi uğrunda canlarından keçmiş qəhrəman şahidlərimizin xatirəsini anma günüdür. Amma bugün eyni zamanda Azərbaycan xalqının qürur günüdür. Bugün Azərbaycan bütün dünyaya ədalət uğrunda mübarizə aparmağın nümunəsini göstərdi. Bugün bizim 44 günlük qəhrəmanlıq savaşımızın start nöqtəsidir. 2020-ci ildə 27 sentyabrda Cənab Prezidentin verdiyi bəyanat Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, qəhrəmanlıq ruhunun, mübarizə əzminin parolu oldu. Bugündən başlayan hərəkat bizi Şuşa zirvəsinə, qalibiyyət zirvəsinə yüksəltdi. Azərbaycan xalqı özünün milli tarixində ən böyük qələbəni qazandı.